3 iyun 2026-cı il Artinin təşkil etdiyi tarix sertifikasiya suallarının gəlin izah ilə tanış olaq. İmtahan öncəsi biliyimizin hansı səviyyədə olduğunu ölçmək üçün təşkil olunan bir imtahan idi. Suallar barəsində videonun sonrakı qismində öz fikirlərimi bildirərəm. Hər bir halda vaxt itirmədən izahlarla tanış olaq. Deməli, burada İtaliyanın 20-ci əsrin 30-cu illəri Afrika ilə bağlı xarici siyasətinə dair doğru fikir bizə lazım idi. Avstriyanın ərazi bütövlüyünün təminat altına alınması bu Avropa tarixi ilə bağlıdır. 1935-ci il olsa da Əlcəzair xalqına qarşı soyqırım siyasəti aparmayıbdı İtaliya. İspaniyada faşistlərə hərbi yardım göstərməsi Avropada baş verən bir hadisə idi 1936-39. Demək, vətəndaş müharibəsinə Almaniya ilə birgə qoşulmuşdular. Faşistləri dəstəkləmək üçün Sudet vilayətinin Almaniya tərəfindən işğalına mane olmaması da 30-cu illər tarixinə aiddir. Yəni bu Əlcəzair məsələsindən başqa yerdə qalanlar hamısı 30-cu illərə düşür və çaşdırıcı bir məsələ idi. Burada xüsusi diqqət yetirməli olduğumuz məsələ Afrika ilə bağlı idi. Belə ki 1935-36-cı illərdə İtaliya Efiopiyanı işğal edir. Bu isə dövlətlər arası münasibətlərdə əsaslı dəyişikliyə gətirib çıxardır. Eyler-Venn diaqramına əsasən Türkiyə Respublikasına dair uyğunluğu tapın. Deməli, Yaponiyaya qarşı müharibə elan etməsi İkinci Dünya müharibəsi ərəfəsində Türkiyə bir tərəf olsa da 1945-ci ildə müharibəyə qoşulmağa məcbur qalır ki, təcridçilik siyasətindən xilas olsun. Yəni ki, Yaponiya müharibə elan etməsi nə 20-ci, nə də 30-cu illər tarixinə aid deyil Türkiyənin. Bax, bu səbəbdən dolayı da demək biz A variantlarını cavablardan çıxmalıyıq. Gördüyünüz kimi A-nı cavablardan çıxdıqda 2 cavabımız qalır və burada 3-də ərzaq sapalağı tətbiq olunması Türkiyə tarixinə bağlı qeyd olunubdur. Bu Rusiya tarixində, Azərbaycan tarixinə aid bir hadisədir. Yəni kommunist rejimlərin tətbiq elədiyi bir vergi siyasəti idi. Ona görə də bu cavabı çıxdıqda variantlarımız bax bu cavab qalırdı. Yəni deyək ki, C bəndi qalırdı. İndi baxaq görə həqiqətən də doğrudurmu? Qadınlara kişilərə bərabər hüquqların verilməsi Türkiyənin 20-ci illərində keçirilən islahatlar zamanı doğru fikir kimi qəbul edə bilərik. Montre konfransına əsasən boğazlarda üstünlük qazanması 36-cı il doğrudur və Mustafa Kemalın rəhbərliyi eləməsi həm 20 həm 30-cu illərə dair doğru fikir olur. Yəni cavabı düzgün müəyyən edə bildik. Üçüncü suala baxırıq. Üçüncü sualda isə uyğunluq deyir və 2-ci Dünya müharibəsi dövrü deyir. Yəni 1939 sentyabrın 1-dən 1945-ci il sentyabr ayının 2-sinə qədər davam edən müharibədən söhbət gedir. Çexoslovakiyanın tamamilə tabe edilməsi Almaniyanın 2-ci Dünya müharibəsindən əvvəlki dövrünə aiddir. Üçlər paktının imzalanması 1940 müharibənin gedişindədir. Millətlər Cəmiyyətindən çıxması Yaponiya ilə birgə 1933-dür. Bu da müharibədən əvvələ düşür. Deməli, biz birinci sütunu düzgün işlədik və burada B cavabını tapdıq. Belə olduğu halda da gördüyünüz kimi cəmi bir cavabımız qalır. Tövsiyəm bundan ibarət olar ki, sütun, yəni bu tipli testlərdə ya birinci ya ikinci sütunu diqqətli və düzgün şəkildə işləmək və belə olduğu halda düzgün cavaba daha tez çatmaq olur. Havay adalarında olan ABŞ hərbi bazasına zərbələr endirməsi Yaponiya ilə bağlı doğru fikirdir. Avstraliyanı işğal edə bilməyibdir. Yunanistanın işğalında iştirak etməyib Yaponiya. Almaniya işğal eləmişdi. Deməli, 1B2A həqiqətən də doğru tapmışıq. Azərbaycan SSR-də İmam Mustafayevin hakimiyyəti dövrünə aiddir. İmam Mustafayev 1954-1959-cu illərdə birinci katib vəzifəsində çalışmışdı. MAQın yaradılması 1962-dir. Bu cavab, yəni B deyək, Konstitusiya Azərbaycan dilinin dövlət dili kimi əlavə edilməsi 56 İmam Mustafayevin dövrüdür. Keçək digər suallara. Deməli, uyğunluğu müəyyən edin. 40-cı illərin sonları və 50-ci illər tarixi. Böyük Britaniya Avropa İqtisadi Birliyinin təşkil olunmasında iştirak etməyibdir. Bildiyiniz kimi 1973-də Böyük Britaniya sonradan qoşulubdur. Və burada isə bizdə başda 40-50-ci illər səslənilirdi. Bir yanlış olur. AFR-in ərazisində işğal rejiminin ləğvi doğrudur. Fransada müvəqqəti rejimin mövcud olması 44-46-dır. Hansı ki, bu 40-ın sonlarına düşmür. Burada yazılır ki, müvəqqəti rejim tərəfindən idarə olunmağa başlanması. Bu 40-cı illərin birinci yarısıdır. SSR isə 2-ci Dünya müharibəsindən sonra da yenə də iqtisadiyyatda 5 illik planlarla davam eləyirdi. Bizdən uyğunluğu doğru cavabları istəyirdi. 2-4 olur. Keçirik digər suala. Digər sualımızda xəritə tapşırığı bizdə təqdim olunmuşdur. Sadəcə uyğunluğu deyir tapın. Yəni hər hansısa bir əsr, dövr, xüsusi tarix yoxdur. Xəritələrlə bağlı çətinliyiniz varsa da YouTube kanalımda bütün növ xəritələrin izahı var. Keçid edib tanış ola bilərsiniz. Burada 3 ilə verilən ərazi Yaponiya ərazisidir, 2 Çin ərazisidir, 1 Hindistan, 4 İraq ərazisi olur. Deməli, 20-ci əsrin 50-ci illərində ərazisinin işğal rejiminin ləğv olunması həqiqətən də ABŞ-nin işğal rejimi ləğv olur Yaponiyada. 3 doğrudur. Bloklara qoşulmama hərəkatının yaradıcılarıdır. Bildiyiniz kimi bunlar 3 dövlətlər. Misirdir,
hansı ki Yugoslaviyadır və Hindistandır. Burada isə şəhərlənən dövlətlərdən biri Çindir. Deməli, B variantı yanlışdır. Gəlin B-ləri cavablardan çıxaq. Və bizdə hələ ki A bəndi doğrudur. 60-cı illərdə Respublika İdarə Üsulunun ləğv olunması Hindistan və İraq göstərilibdir. Yanlışdır. 20-ci əsrin 40-cı illərində ərazisində vətəndaş müharibəsinin olması, homindantçılarla kommunistlər arasında 45-49-cu illərdə vətəndaş müharibələri olmuşdur. Deməli, A və D variantları, hansı ki burada göstərilən A və D variantları doğru fikir olurdu 6-cı sualda. Ümumilikdə çətin tipli bir tapşırıq idi. Digər sualımıza baxırıq. Yunan Əhəməni müharibələrində yoxsul vətəndaşların orada fəal iştirakı onların ictimai mövqeyinə müsbət təsir göstərmişdi. Beləliklə, eradan əvvəl 5-ci əsrin ikinci yarısında islahatlar keçirildi. Açar məqam 5-ci əsrin ikinci yarısıdır. Yəni burada Yunanistanda 443-428-ci illərdə Afinada strateq olmuş Periklin islahatlarından söhbət gedir. Deməli, Periklin islahatlarına dair doğru fikirlər, Afina vətəndaşlarının idarə etmədə iştirakı genişlənir. Hər bir vətəndaş dövlət idarəsində istədiyi vəzifəni tuta bilərdi. Hətta tutduğu vəzifəyə görə əmək haqqı da alırdı. 1-2 doğrudur. Senat Romada fəaliyyət göstərir. Borca görə qula çevrilməyin qadağan olunması isə Solon islahatlarından sonra olmuşdu. Deməli, 1-2 cavabı olur. Azərbaycanımızın 21-ci əsrin 20-ci illəri tarixinə aid olan doğru cavablar. Qoşulmama hərəkatına üzv olmağımız 2011. 1 yanlış olur. Birləri cavablardan çıxırıq. Belə olduğu halda 4-5 bizdə doğru cavab kimi artıq ortaya çıxır. Biz nəzər verməliyik 2 və 3-ə. Türkiyə ilə müttəfiqlik münasibətlərinə dair Şuşa bəyannaməsi 2021 həqiqətən də doğrudur. Bakı-Tiflis-Qars dəmir yolunun istifadəyə verilməsi isə 2017 yanlışdır. Deməli 2-4-5 olur. Keçirik digər suala. Bu da çətin tipli bir tapşırıq idi, qəbul eləyək ki, 20-ci əsrin 40-70-ci illəri tarixinə aid bir uyğunluğu bizdən istəyirdi. Və burada verilən ərazi demək, hansı ki Misir ərazisi olur, Yunanistan ərazisi olur. Həmən dövrdə mövcud olan, lakin hal-hazırda artıq tərkibindən müstəqil dövlətlərə parçalanaraq, soyuq müharibə nəticəsində müstəqil dövlətlərə parçalanaraq yeni dövlətlərin yarandığı, hansı ki keçmiş, deməli, Serb-Xorvat-Sloven krallığı, yəni Yugoslaviyadan burada söhbət gedirdi və İtaliyadan söhbət gedirdi. 40-70-ci illər məsələsinə də xüsusilə fikir veririk. Ümumilikdə bizdən tələb olunan imtahanda təkcə xəritə ilə doğru işləmək deyil, həm də ona diqqət yetirməliyik ki, biz imtahanlarda mütləq şəkildə şərtlə işləməliyik. İlk öncə fikrimizi şərtə yönəldirik, şərtdə bizdən nə istədiyini tam olaraq müəyyən etdikdən sonra ikinci növbədə xəritəyə diqqətimizi yetiririk və üçüncü növbədə biz cədvəl, digər növbədə isə cavablarla işləyirik. Yəni, bu sualı 4 mərhələdən ibarət olaraq işləsək, düzgün cavaba daha əlverişli üsulda çata bilərik. Deməli, bloklara qoşulmama hərəkatın yaradıcılarındandır. Sınavda artıq ikinci dəfədir qarşımıza çıxır bu məsələ. Bloklara qoşulmama hərəkatın yaradıcıları dedik ki, Misirdir, Yugoslaviyadır və Hindistandır. Bu dəfə doğru verilibdir. Deməli, A variantı doğrudur. İsrail dövlətinin yaradılmasına etiraz əlaməti olaraq ona müharibə elan etmişdi. Bunu ərəb dövlətləri eləyibdi. İtaliya nə əlaqə? Deməli, B variantı yanlışdır. B variantlarını cavablardan çıxırıq və biz A-nı tapmışıq cavablar içərisində və gördüyünüz kimi belə olduğu halda cəmi bir cavabımız qalır. Yəni, variantlarla düzgün işlədiyimiz halda bu sualın da cavabını tapmaq olardı. Faşist diktaturasının süqut etməsi, hansı ki İtaliya ərazisində göstərilibdir. 43-cü ildə Mussolini rejimi devrilir. Praqa baharı hadisəsinin baş verməsi Çexoslovakiyadır. Burada Yugoslaviya dediyim kimi göstərilmişdi, yanlış olur və Alman-İtalyan qoşunları tərəfindən işğal olunması Yugoslaviya və Yunanistan əraziləri verilmişdi. Doğru olur. Keçirik digər sualımıza. 17-20-ci illərdə Cənubi Azərbaycanda baş vermiş Milli Demokratik Hərəkat, hansı ki bu Şeyx Məhəmməd Xiyabani hərəkatıdır ki, Azərbaycan dili haqqında qanun qəbul olunmayıb, Çar Rusiyası müdaxiləsi yanlışdır. Onu qeyd edim ki, Çar Rusiyasının devrilməsindən sonra orada Milli Azadlıq Hərəkatı başlayır geniş xüsusiyyət almağa. Təbrizdə pulsuz qız məktəbinin təşkil olunması Xiyabani hərəkatının tədbirinə dairdir. Eradan əvvəl 66 Kür çayı sahili döyüşündəki nəticə bu imtahanımızın sadə suallarından biri idi. Qəbul eləyək ki, Albanlarla Atropatenalıların iştirakı yanlışdır, Zoberin qoşunları yanlışdır, Albaniyanın qalib gəlməyi yanlışdır. Burada Roma qoşunları, Pompeyin başçıları qalib gəlirlər. Xəritədə fərqləndirilmiş ərazi. Hansı ki, xəritədə fərqləndirilən ərazi Dağlıq Qarabağ bölgəsindədir. Burada Ulduz daha yuxarı istiqamətdə verilibdir. Xankəndi Xocalı istiqamətinə uyğun gəlir. 93-cü ildə işğal olunması yanlışdır bu ərazi ilə bağlı. Aprel döyüşlərinin bu ərazidə getməsi
fikri yanlışdır. Antiterror əməliyyatlarından sonra azad olması doğrudur. Vətən müharibəsində təbii ki, orada əməliyyatların gedib oranın azad olunmağını qeyd edə bilmərik. Horadiz əməliyyatı da 94-cü il, onda qeyd etmək olmaz. Baxırıq digər suala. Deməli, Gəncə və Bakı dövrü Cümhuriyyətin, Osmanlı ilə sülh dostluq müqaviləsi 4 iyun Batum dövrüdür. Azərbaycan dilinin qəbul olunması 27 iyun Gəncə dövrüdür. İkinci hökumətin fəaliyyət göstərməsi oxşardır. Göyçay döyüşlərində qalib gəlməyi AXC-nin Gəncə dövrünə aiddir. Naxçıvan general qubernatorluğu 19-cu ilin fevralında yaradılır. Avqustda fəaliyyətə başlayır. Hər bir halda Bakı dövrünə uyğun gəlir. Keçirik digər suala. Rusiyanın Şimali Azərbaycanda köçürmə siyasəti ilə bağlı düzgün fikirlər nələrdir? Xristian əhalinin sərhəd ərazilərdə yerləşdirilməsi ilə bufer zona yaratmaq istəyirdi. Bu doğru fikirdir. Rus ailələrinin köçürülməsi yalnız iqlimə uyğunlaşmış hərbiçilər hesabına aparılırdı. Xeyr, tərqətçi bidətçi rusların biz Azərbaycana köçürüldüyünü görürük. Münbit torpaqlarda məskunlaşdırıldığını görürük onların. Yerli müsəlman türk əhali köçürüldü. Xeyr, xristianlar köçürülmüşdü. Alman koloniyasının salınması Avropada ipəkçilik mədəniyyətinin yayılmasına təsir göstərdi. Xeyr, ermənilərə verilən vergi güzəştləri var idi. Bildiyiniz kimi onlar bir müddət vergilərdən azad edilirlər. Bu onların yerli əhali ilə inteqrasiyasını yaxşılaşdırır, təmin edir. Belə bir anlayış da yoxdur. Ən düzgün cavab birinci baxdığımız bax bu cavab olur. Qədim Çində Xan sülaləsinin hakimiyyəti dövrü əvvəlcə onu qeyd eləyək. Eradan əvvəl 206, bizim era 3-cü əsr. Və onların hakimiyyəti dövrü ilə bağlı yanlış fikri deyir, tapın. Səhvə tapın. Çin dünya ticarət yollarına çıxış əldə elədi İpək yolu ilə doğrudur. Qırmızıqaşlılar üsyanı bizim era 18 doğrudur. Pinsen eradan əvvəl 200 doğrudur. Hunlara qarşı mübarizə doğrudur. Lakin ilk dəfə vahid ölçü çəki pul sistemlərinin tərtib olunması bu Sin sülaləsinin hakimiyyət dövründə olmuşdur. Keçirik digər bir suala. Şah İsmayılla Şah Təhmasibin demək oxşar cəhəti. Qeyd edeyim ki, 1501 24-cü illərdə İsmayıl, 1524, 1576-cı illərdə isə 1-ci Təhmasib hakimiyyətdə olmuşdu. Osmanlı dövləti ilə sülh müqaviləsi Şah İsmayılın dövründə yoxdur, Təhmasibin dövründə qeyd etmək olardı. Ağqoyunlu ilə əlaqə, hətta dövləti ilə diplomatik əlaqə hər ikisinə aid deyil. Dərbəndlər sülaləsinin hakimiyyətinə son qoyulması bu Şah Təhmasibə aid xüsusiyyət ola bilərdi. Səfəvilər dövlətinin paytaxtının köçürülməsi də Təhmasibə aid xüsusiyyət ola bilərdi. Ümumilikdə bax bu ikinci adını çəkdiyim fikirdən başqa, buradakı bütün cavablar Şah Təhmasiblə uyğunluq təşkil edir. Lakin hər ikisini birləşdirən ortaq cəhət həm Şah İsmayılın dövründə Sultan Səlim, həm də Təhmasibin dövründə Sultan Süleymanın Təbrizi ələ keçirməsi cavabı olurdu. İbtidai icma ilə bağlı bir sual. Təbii ki, bizi narahat edən əsas məsələlərdən, müəllimlərin narahat edən əsas məsələlərdən biri də 6-cı sinif Azərbaycan tarixindəki olan yeniliklərdir ki, burada həmin o yeniliklərdən də biz görürük. Saxsı qabları bişirmək üçün kürələrin yaradılması və düşünürəm ki, düşünülən qədər, əvvəlki MİQ imtahanlarında istifadə olunan qədər mürəkkəb bir tapşırıq deyildi. Əhalinin əkinçiliklə məşğul olmağa başlaması neolit dövrüdür. Və müəllimlərin bu arada ən çox çətinlik çəkdiyi test tiplərindən biri yalnız və yaxud da ki 2 variantlı olur və yaxud da 3 variantlı olur. Bəzən də yalnız 3, yalnız 4 və bu tipli cavablarda daha çox çətinlik çəkirlər. Mümkün qədər imtahanda bunların daha az olması daha yaxşı olardı deyə şəxsi fikrimi deyərdim. Düzgün olmasını, istehsal təsərrüfatının mövcudluğunu hər bir halda sualımıza qayıdaq. Kürələri dedik, doğrudur. İstehsal təsərrüfatının mövcud olması doğru bir fikirdir. Süni suvarma şəbəkələri isə erkən Tunc dövrünə aid bir cavab olur. Burada 1-3 cavabları. 19-cu əsrin ikinci yarısı Şimali Azərbaycanda mis və neft sənayesinin ümumi cəhəti. Dim toplu suallarından da burada rast gələ bilərdik. Hər bir halda dimin birinci və ikinci hissə toplu testlərini işləyən, dimin sualları ilə tanış olan müəllim həmkarlarımız imtahanda yaxşı nəticə göstərəcəyinə inanıram, əminəm və bir daha elə bu sualın izahı vasitəsilə də sizlərə mən ürəkdən uğurlar arzu edirəm. Qarşıdakı imtahanda hər kəsin istədiyi nəticəni toplamasını, əziyyətinə müqabil balla imtahandan ayrılmağını diləyirəm. 19-cu əsrin ikinci yarısı mis və neft sənayesi ilə bağlı testə gəldikdə isə xarici kapitalın üstünü təşkil etməsini qeyd eləmək olar. Gəldik uyğunluğa. Erkən orta əsr türk dövlətləri, erkən orta əsrlər tarixi ilə bağlı bir sual nümunəsi idi. Hindistan şimal-qərbi tutuldu. Mahmud Sultan titulu aldı. Dini pərakəndəliyə görə
Qaraxanlı dövlətinin parçalanma fikri yanlışdır. Çünki Qaraxanlılar İslam dinini qəbul etdirmişdilər və bu Satıq Buğranın dövründə baş vermişdi. Burada dini pərakəndəlikdən söhbət gedə bilməz. Talas döyüşü 751 Çin ərəblərə məğlub olur. Bundan sonra Uyğurların Çinin daxili işlərinə müdaxiləsinə imkan yaranır. Satıq Buğranın İslam dinini qəbul etməsi isə Qaraxanlıların zəifləməyinə dedik ki, səbəb olmamışdı. 1-3 doğru fikirlər istəyir və hər ehtimala qarşı həmişə şərtlərə baxaq. Düzdür, biz əksərən öyrənmişik ki, burada uyğunluqla bağlı testlər olur, amma bəzən uyğunsuzluq, yəni yanlış fikirləri də bizdən istəyə bilər. Şərtə mütləq diqqət yetirmək lazımdır. 1924 Türkiyə, 1995 Azərbaycan tarixinə aid oxşar cəhət. Mətbuat üzərində dövlət senzurasının ləğvi hər iki tarixlə bağlı demək olmaz, amma Konstitusiyanın qəbulu Türkiyə tarixində 1-ci Konstitusiya Türkiyə Respublikasının, Azərbaycan Respublikasının yeni Konstitusiyasına. Baxırıq İngiltərə tarixində 1649-cu ildə baş vermiş hadisələrə. Respublikanın elanı düzdür. Hüquqlar haqqında Bill 1689. Kral hakimiyyətinin ləğvi doğrudur. Üstüyarlar sülaləsinin hakimiyyətin bərpası, yəni restavrasiyası. Bu 1660-dır, yanlışdır. Lordlar Palatasının ləğvi doğru fikir olur. 20-ci əsrin ilk 10 illiyi Şimali Azərbaycandakı milli hərəkatın əsas qüvvələri. Kəndlər, sənətkarlar yanlışdır. Fəhlələr, müəssisələr tərkibində təşkilatlanmış fəhlələr yanlışdır. Milli burjuaziya və ziyalılar və din toplu sualının bir nümunəsinə burada bir daha rast gəlmiş oluruq. Rus-Qacar müharibələrinə aid doğru fikir. Ümumilikdə Rus-Qacar müharibələri 2 dəfə baş verib. 1804-13, 1826, 1828-ci illərdə 1-ci və 2-ci Rus-Qacar. Bildiyiniz kimi hər iki müharibədə Rusiya Qacarlara qalib gəlmişdi. Birinci müharibədən fərqli olaraq həmçinin 2-ci müharibə zamanı da Rus qoşunları 1827-də İrəvanı ələ keçirdilər. Demək, keçək digər suala. Yunanistan mədəniyyəti ilə bağlı suallar. Mədəniyyətlə bağlı növbəti bir sualımız. Tarix elmin əsasının qoyulması. Tarixin atası Herodot Yunanistan mədəniyyətinin bir nümayəndəsidir. Yəni doğru şəhər, daha doğrusu doğru cavab burada 1 olur. Esxil ilk pyesin demək müəllifi olması doğrudur. Yunan elminin ilk mərkəzi Afina yox, Milet şəhəri idi. Sonradan Afiniya köçürülür. Poeziyanın qızıl dövrü isə Roma tarixinə aid olur. Baxaq 25-ci suala. Beləliklə sualları yarılamış olduq. Frank və Bizans müqayisəsi verilibdir burada. Vandal krallığı ilə mübarizə Bizansa aiddir. Poitiers döyüşündə Əməvi qoşunları, bəli 732 Əməvi qoşunlarının məğlubiyyətə uğradılması Franklarla bağlı cavabıdır. Roma imperiyasının parçalanması nəticəsində yaranması Şərqi Roma, yəni Bizansa aiddir. Ərəblərə qarşı mübarizə Franklar gördüyünüz kimi burada ərəblərə qarşı mübarizə aparıb. Bizans da illərlə, yüzillərlə ərəblərə qarşı mübarizə aparıblar. Erkən orta əsrlərdə mövcudluq. Erkən orta əsrlər Azərbaycanda 3-11, Avropada isə 5-11-ci əsrlərə əhatə eləyir ki, hər iki dövlətin mövcudluğu erkən orta əsrlərə uyğun gəlir. Deməli, 1B, 2AC və 3DE variantları olurdu. Hansı hadisələrin yerini dəyişdirsək, xronologiyamız doğru olar. Alanların Albaniya yürüşlərə başlaması bizim eranın 1-ci əsridir. Massagetlərin 2-ci Kirin qoşunlarına qalib gəlməsi isə eradan əvvəl 530-cu ildədir. Deməli, Makedoniyaya qarşı baş vermiş üsyanın Atropat tərəfindən yatırılması, bu da eradan əvvəl 327 Baryaksdır. Padşah şəhərinin Aşurbanipal tərəfindən demək dağıdılması, hansı ki Mannanın paytaxtı demək burada nəzərdə tutulurdu ki, bu da eradan əvvəl 650-yə uyğun gəlir. Biz burada deməli 2 ilə 4-ün yerini dəyişdirmiş olsaq, daha doğrusu 1 ilə 4-ün yerini dəyişdirmiş olsaq, ardıcıllığımız doğru olar. Hansı ki, birinci eradan əvvəl olduğuna görə 4 gəlir. Ardıca deməli 2 gəlir, 4, 2, 3 və 1 kimi burada ardıcıllıqlarımız düzgün şəkildə sıralanır. Yəni 4 ilə 1-in yeri dəyişilməlidir. Bu cavab olur. Yusif ibn Rəmsac və Mərzban ibn Məhəmməd. Şərqi Gürcüstanın 10-cu əsrin ilk rübündə asılı salınması bu Yusifin tarixi ilə bağlıdır. Və Eyler-Venn diaqramlarında ya ortaq cavabı tapmağa çalışın, ya da Eyler-Venn diaqramlı testlərdə, bu tipli suallarda hər zaman çox belə məntiqsiz, sualın tərtibatı ilə uyğun olmayan bir cavab olur ki, bax o cavabı tapıb çıxartacağız variantlardan. Sualı asanlıqla müəyyən edə bilirsiniz. Belə ki, Rəvvadilərlə mübarizənin aparılması nə Yusif ibn Əbsacın, nə də Mərzban ibn Məhəmmədin adı ilə bağlı deyil. Aha. Və burada siz baxın, mən sualı da yaxınlaşdırım. Baxın, B variantını gördüyünüz kimi
cavablardan biz çıxarsaq, B variantının cavablardan çıxarılması ilə artıq biz düzgün cavabı da müəyyən edə bilərik. Gördüyünüz kimi 1A, 2CD, 3E. Həqiqətən də Azərbaycan Vaydalı birləşdirilməsi hər ikisinə aiddir. Qanunnamə və Slavyanlar Bərdiyə hücumu isə Mərzbana aiddir. Zaman oxuna əsasən xronoloji ardıcıllığı müəyyən edin. İslam dininin meydana gəlməsi, Bağdad şəhərinin əsasının qoyulması, həmçinin burada biz Bədir döyüşünün şahidi oluruq cavablarda və ərəb qoşunları tərəfindən Fələstin, Suriya və Misirin fəthi. Qeyd edeyim ki, bax bu hadisə də ilk xəlifələrin, Rəşidi xəlifələrinin demək dövründə baş verən bir hadisə olmuşdu. Rəşidi xəlifələri isə 632-661-ci illərdə hakimiyyətdə olmuşdular. Deməli, İslam dininin meydana gəlməsi Muhammed Peyğəmbərin adı ilə bağlıdır. 610-cu ildən etibarən artıq Həzrəti Muhammedə Peyğəmbərlik verilmiş və 613-dən etibarən İslam dinini təbliğ eləməyə başlamışdı. Deməli, biz burada biri qeyd edirik ən öndə. Bağdad şəhərinin əsasının qoyulması, hansı ki bu artıq 8-ci əsrin ortalarına aid olur. Bağdad şəhəri 762-ci ildə əsası qoyulmuşdu. Paytaxt 762-də Bağdada köçürülmüşdü. Bədir döyüşü 624, bu isə dedik təqribi 632-61 aralığı 636 yazaq. Və belə olduğu halda da deməli A 1 olur, ən sonda isə demək 2 olur. 1 A, 2 D bəndi və artıq düzgün cavabı biz müəyyən etdik. 3B həqiqətən də və 4 də C bəndi olurdu. Bu da hər bir halda o qədər də asan sual deyildi. Yəni çətin tapşırıqlardan biri idi deyə düşünürəm. Hər bir halda biz testləri işləyərkən uzun illər testlərlə işləməyən müəllimləri onların belə deyək, hansı ki bu suallarla nə dərəcə tanış olub olmadığını da bilmirik və bu testlərə bəzi belə deyək, həmkarlarımız kənardan baxıb asan zənn edə bilər, amma biz nəzərə alsaq ki, imtahan həyəcanı, imtahan stresi, imtahanda vaxtın düzgün idarə olunması kimi məsələlər, bax bunlar da imtahan nəticəsinə, imtahan prosesinə təsir edən amillər olduğuna görə imtahan müddəti ərzində bizim normalda asan şəkildə işlədiyimiz sual belə imtahanda bizə çətin gələ bilər. Hər bir halda bir daha uğurlar arzu eləyək və keçək 29-cu sualın izahına. Şah II Təhmasibin hakimiyyəti dövrü. Hansı ki, Şah II Təhmasib Səfəvilər dövlətinin tarixində Şah Sultan Hüseyni əvəzləyərək hakimiyyətə gələn və 1722-1732-ci illərdə hakimiyyətdə olmuş hökmdar olmuşdu. Rusiyanın Şimali Qafqazda möhkəmlənməyinin qarşısının alınması bu Şah II Abbasın dövründədir. Rusiya ilə Gəncə müqaviləsi 3-cü Abbasa aiddir. Osmanlı dövlətinə qarşı hərbi ittifaq yoxdur. Stepan Razin Şah Süleyman dövrünə aiddir. Səfəvi qoşunları Osmanlı ilə mübarizə aparsalar da Nadir, çünki bu döyüşdə iştirak eləmirdi, Nadirdən xəbərsiz aparılan, Nadirin iştirakı olmadan aparılan bu müharibələrdə II Təhmasibin qüvvələri məğlub olmuşdular. Böyük Səlcuq dövlətinin 11-ci əsrin 70-ci illərinə aiddir. Şirvanşahlar 1066, Azərbaycanda yerləşən dövlətlərin asılı hala salınmağa başlanması 1054, paytaxtın Nişapurdan Reyə, yəni Rey şəhərinə köçürülməsi 1043, Sultan Səncərin Bizansla müqaviləsi yoxdur. Bizans 1071-də Malazgirtdə məğlubiyyətə uğradılır. Sonuncu variant doğru fikir olur. Qızıl Ordu dövlətinin 15-ci əsr tarixinə aid deyil. Müstəqil dövlətçiliyin sona çatması 16-cı əsrin əvvəlləridir. Deməli, bir yanlışdır. Və biz baxasıyıq 1, 3 olan cavablara. Bir də 3-ə diqqət yetirək. Moskva knyazlığının asıllıqdan çıxması. Bu hansı ki, doğru fikirdə Uğra qarşılaşmasından sonra asıllıqdan çıxır. Yəni 15-ci əsrə aiddir. Bizdən yanlış cavab istəyirdi. Ağqoyunla əlaqə aiddir. Ərazidə müstəqil türk xalqlarının, xanlıqlarının daha doğrusu yaranması 15-ci əsrdə parçalanma nəticəsində yaranmışdır. Yəni burada sadəcə 1 olan cavab yanlış cavab olur. Çünki 16-cı əsrə aid olur. Səfəvilərlə Osmanlı arasında Kirmanşah müqaviləsi 1732-də imzalanır. Yuxarıda biz 2-ci Təhmasibdən danışmışdıq. 2-ci Təhmasib tərəfindən imzalanmışdı. Həmən o döyüşlərdəki məğlubiyyətlərdən sonra və beləliklə də Səfəvilərlə Osmanlı arasında Araz çayı sərhəd ərazisinə çevrilir. Araz çayından şimaldakı torpaqlar Osmanlı hakimiyyətində, Araz çayından cənubdakı vilayətlər, ərazilər isə Səfəvilərə qaytarılır.
Xronoloji ardıcılığa baxaq. İrəvanda müəllimlər seminariyası 1881, Əkinçi qəzetinin nəşrə başlaması 1875-ci il tarixindədir. Demək, Qaza məktəbləri ilə bağlı bir məsələni qeyd edeyim. Hansı ki, sınağı işləyən bəzi müəllimlər burada çaşmışdılar və bu sual onlarda çaşqınlıq yaratmışdı. Deməli, Qaza məktəbləri 1829-cu ildə yaradılması haqqında qərar verilir. 1830-cu ildə Qəza məktəbləri yaradıldı. Yəni ilk olaraq Şuşada yaradıldı. Lakin Qəza məktəbləri 1872-ci il əsasnaməsinə əsasən 6 illik pullu şəhər məktəbinə çevrilirlər. Yəni 6 illik məktəbə çevrilməsi 1872-dədir. Bakıda rus dilli demək ilk gimnaziyanın açılması isə 1865-dir. 74-də isə ardıca qızlar üçün açılır. Deməli, burada düzgün xronoloji ardıcıllığımız olacaq 4, ardıca 3, daha sonra 2 və 1. 4, 3, 2, 1. B olan cavab. Xəritədə ərazisi işarələnən xanlıq. Burada işarələnən xanlıq İrəvandır. İrəvanı necə müəyyən edə bilərik? Ən asan şəkildə xanlıqlar dövründə gördüyünüz bu Göyçə gölünün solunda olan ərazi olur İrəvan. Bu hissəsində olan ərazi olur Naxçıvan. Bu hissəsində olan ərazi isə Gəncə olur ki, Göyçə gölünə əsasən bax bu xanlıqları müəyyən etmək olar. Deməli, İrəvanla bağlı xüsusiyyətlər 50-ci illər tarixi. Rusiya ilə dostluq müqaviləsi heç vaxt imzalanmayıb. Azərbaycanda bir mənalı olaraq yadda saxlamaq lazımdır ki, Azərbaycan Xalq Cümhuriyyətinə, yəni 1-ci Respublikamıza qədər mövcud olan bütün dövlətlərimizdə hökmdardan başqa qanunverici şəxs və yaxud da ki, bir orqan yoxdur. Yanlış olur. Quba ilə dostluq əlaqəsi yoxdur. Qacarlar dövləti ilə gömrüksüz ticarət hüququ yoxdur bu fikirdə. Lakin Qacarlar sülaləsinin İrəvanda saray çevrilişi eləyərək hakimiyyətə gəlmələrini 1755-də qeyd etmək olar. Keçək digər suala. Azərbaycan müəllimlərinin 1-ci qurultayında qəbul olunan proqrama aid deyil. Ali məktəb şəbəkəsinin genişləndirilməsi. Əvvəla yada salırıq. Azərbaycanda 1-ci müəllimlər qurultayı çağırılıbdır 1-ci Rus inqilabı dövründə 1906-cı ildə. Və bu deməli sualla bağlı bizdən yanlış fikir istənilir. Hansı ki, ali məktəb şəbəkəsinin genişləndirilməsi. Və bunu yadda saxlamaq lazımdır ki, Azərbaycanda ali məktəblərin yaradılmasına 1919-cu ildən başlanılmışdı. İlk ali məktəbimiz 1919 Bakı Dövlət Universiteti idi. Azərbaycan müəllimlərinin qurultayının çağırıldığı dövrdə ümumilikdə Azərbaycanda ali məktəb yox idi. Olmadığı halda necə bunun şəbəkəsi genişləndirilə bilər, necə sayı artırıla bilər? Hələ ki yoxdur. Həmin o proqramın müddəalarında Azərbaycanda qadın təhsilinin inkişafı ilə bağlı danışılır, müəllimlərin sosial vəziyyəti ilə bağlı danışılır. Burada verilən cavablar məktəb şəbəkəsinin genişləndirilməsi danışılır. Azərbaycan türkcəsində təhsilin ana dilində aparılmasının olması deməli bildirilir, hansı ki, ibtidai təhsildə bu formada aparılmalı idi. Lakin A bəndi, yəni bu verilən ilk cavab yanlış olur. Azərbaycanda 20-ci illərdə keçirilən deməli tədbirlərdən söhbət gedir. Bu dövrdə 20-ci illərdə Azərbaycan dilində ilk mətbuat orqanı Əkinçi qəzetidir. Bu uyğun gəlmir. Birləri cavablardan çıxırdıq. Təcəddüd qəzeti Cənubi Azərbaycana aiddir 1917-də həm də. 2-ni çıxırdıq. 3 doğru fikirdir. Kino idarəsinin yaradılması 20-ci illərdə. İlk radio stansiya 26. Bunu qeyd eləmək olar. İlk milli teatr 1873-də. İlk teatr tamaşasıdır. 1883-də isə Şimali Azərbaycanda teatr binası olurdu. 3-4 olurdu cavabımız. 13-14-cü əsr memarlıq abidəsi. Ağsu çayı sahilində Bord qalası 12-ci əsr yanlışdır. Möminə xatun 12-ci əsr yanlışdır. 1-2-ləri cavablardan çıxırıq. Əli Şah məscidi doğrudur. Şeyx Cüneyd məqbərəsi Səfəvilər dövrünə aiddir və Bərdə türbəsi doğru fikir olur. Digər suala keçirik. Osmanlı dövründə Lalə dövrünə aiddir. Lalə dövrü Sultan 3-cü Əhmədin deməli dövründə həyata keçirilən Osmanlıdakı İslahatlar dövrüdür. Dünya tarixində deməli ilk dəfə qumbaraçılar ocağının yaradılması. Bu Sultan 3-cü Əhmədin adı ilə yox, bu Sultan 1-ci demək Mahmudun adı ilə bağlı olan bir fikir idi. Sultan 1-ci Mahmud tərəfindən ilk qumbaraçılar ocağı yaradılmışdı tarixdə. Prut yürüşü zamanı Rus qoşunlarının Osmanlı ordusu tərəfindən məğlub edilməsi 1711-dir. Rus imperiyası, Rusiya imperiyaya çevrilibdir 1721 Niştat müqaviləsindən sonra və
hansı ki Rus imperiyası ilə müqavilənin imzalanması. Biz burada həm 1724-cü ildəki 3-cü İstanbul müqaviləsini, həm 1727-dəki Nabur müqavilələrini qeyd edə bilərik. Lale dövrünün bu arada 1718-30 qeyd eləyək. Deməli, gördüyünüz kimi burada Rus qoşunlarının Osmanlı tərəfindən məğlub edilməsi 1711-ci ildədir. Lale dövrü islahatlarına uyğun gəlmirdi. Nadir Şah Əfşarla sülh müqaviləsinin imzalanması 1-ci Mahmudun dövründə idi. Şah Əfşarla Səfəvi dövləti ilə Bağdad müqaviləsi 1733-dür. Lale dövrü islahatları tarixinə uyğun gəlmir. Çətin tipli tapşırıq idi 38-ci sualda. Çaşdırıcı və çətin tipli bir sual idi. Çox diqqət tələb eləyən tapşırıqlardan biri olmuşdu. 20-ci əsrin əvvəllərində Çin və Qacarlar dövlətinə aid oxşar cəhət. Bu da düşündürücü sual nümunələrindən biri idi. Konstitusiyalı monarxiyanın bərqərar edilməsi. Qeyd edeyim ki, bu dövrdə Çində konstitusiyalı monarxiyanın mövcudluğunu bərqərar edilməsini bildirməyimiz yanlış olardı. Çünki Çin tarixinə qəbul olunan konstitusiya 1-ci Çin inqilabı nəticəsində olur. Sun Yat-senin rəhbərliyi ilə. 1-ci Çin inqilabı nəticəsində də Çində hansı ki müvəqqəti biz görürük ki, orada hansı ki prezident dairəsi yaradılmışdı, Çin Respublika olmuşdu, konstitusiyası olmuşdu. Yəni bu proseslərin hamısı monarxiyanın devrilməsindən sonra olmuşdu. Bu yanlış olur. İnqilab nəticəsində monarxiyanın devrilməsi. Bunu Çin tarixinə aid etmək olar bu cavabı. Lakin Qacarlar tarixində 1919-cu ildə, daha doğrusu 1925-ci ildə Pəhləvilər sülaləsi əvəz eləyir Qacarları. Yəni bu inqilab nəticəsində baş verməmişdi. Rusiya dövlətinin müstəmləkəsi olması fikri yarım müstəmləkəsi idilər. Hər bir halda bunu Çin və Qacarlar tarixinin hər ikisinə aid müstəmləkə kimi qeyd eləməyimiz doğru olmazdı. Konstitusiyanın qəbul olunması. Hansı ki burada dedik ki, 1-ci Çin inqilabı dövründə konstitusiyanın qəbul olunmasının adını çəkmək olar. Sun Yat-senin başçılığı ilə baş verən bu dövrdə həmçinin Azərbaycan, Cənub Azərbaycanda, İran ərazisində biz deməli məşrutə hərəkatı dövründə konstitusiyanın qəbul olunduğunun şahidi oluruq ki, bu cavabı ortaq fikir kimi qəbul etmək olar. Ki, Çində də müvəqqəti konstitusiya olmuşdu. Birinci Dünya müharibəsində ərazinin Rus qoşunları tərəfindən işğal olunması, bu isə Qacarlar ərazisində baş vermişdi. Sarıqamış döyüşündən sonra Çin ərazilərinə Rus qoşunlarının daxil olduğunu görmürük. Dediyim kimi çətin tipli bir tapşırıq olmuşdu. Reformasiya dövrü, Almaniyada kəndli müharibəsi 1524-25, Thomas Münster'in rəhbərliyi ilə bağlı olmağı doğrudur. Bizdən yanlış fikir istəyir. Thomas Münster rəhbərliyi eləyib. Bu doğru fikirdir. 16-cı əsrin ilk rübündə başlanması 1524-də başlayıbdı hərəkat. İlk rübdə 1525-ə qədər olan dövrə əhatə edir, yəni uyğun gəlir. Feodal qaydalarının kapitalist münasibətləri ilə əvəz olunması. Almaniyada bu dövrdə kapitalist istehsal üsulunun kapitalizmin meydana gəlməyini deyə bilmərik. Bu yanlış fikir olur. Deməli, bax bu cavab məğlubiyyətdən sonra feodal qaydalarının daha da sərtləşməsi doğru fikirdir və belə ki, şəxsən azad olan kəndlər də təhkimli halına salınır. Burada yanlış cavab təkcə budur. Bu da düşündürücü sual idi. 1856 Paris müqaviləsinin şərtlərinə aid deyil. Bosfor və Dardanel boğazları sülh dövründə xarici hərbi gəmilərə bağlanmalıdır. Bizdən səhv istəyir. Tərəflər işğal elədiyi əraziləri geri qaytarmalıdır. Osmanlı dövlətinin ərazi bütövlüyünə Avropa dövlətləri zəmanət verməlidir. Bolqarıstan Osmanlı dövlətindən asılı knyazlığa çevrilməlidir. Bu 1878 Almaniyadakı Berlin Konqresinin müddəalarına aiddir. Nəticələrində olmuşdur. Qara dəniz isə heç bir hərbi donanma saxlanılmamalıydı. Bu da doğru fikirdir. Yanlış fikir işarə elədiyim cavab olur. Burada isə lokal xarakterli antiterror əməliyyatlarından danışılır. Antiterror əməliyyatının əvvəlki uğurlu əməliyyatlarımızdan fərqi nədir? Hadrut və Suqovuşanın azad olması Vətən müharibəsinə aiddir. ATƏT-in Minsk qrupu tərəfindən legitim hərbi müdaxilə hüququ dəstəklənmişdir. Çıxırıq bunu. Əməliyyat ilk dəfə olaraq yalnız xarici müşahidəçilər yanlışdır. İşğalçı və qondarma rejim fəaliyyətinin dayandırıldığını elan etdi. Belə ki, antiterror əməliyyatları nəticəsində ordumuz Qarabağın tamamilə separatçı qüvvələrdən təmizləyir. Beləliklə də o dırnaqarası rejimin, o qondarma rejimin, həmən o xunta rejiminin biz
süquta uğradığını, iflasa uğradığını görürük. Yəni bu fikir doğrudur. Kəlbəcər, Laçın və Ağdam rayonları isə işğaldan azad edildi fikri yenə antiterror əməliyyatlarına aid olmurdu. Doğru cavab, işarələdiyimiz cavab olurdu. Cədvəldə verilənlərdən hansı və ya hansıları Albaniyanın daxili müstəqilliyinin bərpasına şərait yaratmışdır? İkinci Vaçenin başçılığı ilə azadlıq hərəkatının olması. İkinci Vaçenin başçılığı ilə azadlıq hərəkatı bəli baş vermişdi. Lakin biz bunun hansı ki Albaniyada daxili müstəqilliyin bərpasına şərait yaratdığını qeyd edə bilmərik. Yanlış fikir olur. Digər tərəfdən elə biz buradan birləri çıxaq cavablardan. Gördüyünüz kimi 2 qalır. Sasanlərin Axunlara qarşı mübarizədə məğlub olması Albaniyanın daxili müstəqilliyinin bərpasına demək şərait yaratmışdı. Yəni bu doğru fikir olurdu. Daha sonra 1-ci Xosrovun əhaliyə qarşı sərt cəza tədbirləri görməsi Albaniyanın daxili müstəqilliyinə imkan yaratdı. Bu fikri də demək qeyd eləməyimiz yanlış olardı. Baxaq o biri suala. Soyurqal və Tiyulun oxşar cəhəti hökmdar ailəsinə məxsuslar xeyr, yalnız irsi xarakter daşıyır Tiyul xeyr. Sahibi bütün vaxtlarda vergi ödəmir, Tiyula aid deyil. Dini idarələrə, məscidlərə məxsus torpaqlar vəqfdir. Hərbi xidmətə görə verilir hər ikisi. Manna eradan əvvəl 8-ci əsrin ikinci yarısı tarixinə aiddir. Yəni eradan əvvəl 740-dan 700 aralığı. Çünki bizə İranzun hakimiyyəti bəllidir deyə o tarixin adını çəkdim. Ümumilikdə 750-700 aralığını istəyir. Yalnız Urartu ilə dostluq yanlışdır. Ahşeri bu dövrdə hakimiyyətdə deyil. Canşinli sistemi ləğv olunmur, yaradılır. 3-cü Salman Asarla mübarizə 9-cu əsrdir. Hakimiyyət irsən keçməyə başlayır İranzun dövründən etibarən. Savalan və Hilat döyüşləri A variantı burada doğrudur. Əməvi qoşunlarının Xəzərlər tərəfindən məğlub edilməsi fikri doğrudur. Xəzərlər Albanlar arasında olması yanlışdır. Hilat döyüşü ərəblərin Xəzərlərin hücumunu dayandırması fikri doğru fikirdir. Xəzərlərin Albaniya dövlətinin ərazilərindən çıxarılması bu dövrdə Hilat döyüşü 8-ci əsrin 30-cu illərinin ikinci yarısındadır. O dövrdə də Albaniya dövləti mövcud deyil. Bu dövlət sözü də çaşdırıcı və yanlış fikir idi. Bəz qalası uğrunda baş verən döyüş isə yanlış olur. Bəz qalası uğrunda olan döyüş Xürrəmlər hərəkatına aiddir. İkinci tərəfə A cavabını tapanda da burada cavabları düzgün tapmaq olurdu. Şirvanşahlar 11-ci əsrin və 14-cü əsrin 60-cı illər tarixi, Səlcuq hücumları 11-ci əsr tarixidir. Paytaxtın Bakı şəhəri olması 1192-ci ildən etibarəndir. Yəni o dövrdə paytaxt Bakı deyil, içində çıxırdınız burada cavablardan. 3 doğru fikir olurdu. Kəsranilər 1027-1382-də hakimiyyətdə olub və aslı halda olması, aslı və əslə düşməsi də doğru fikir idi. Belə ki, hansı ki, 1066-cı ildə Səlcuqlar tərəfindən, 1367-də isə Şeyx Üveys tərəfindən asılı hala salınmışdı. Sultan Yaqubun dövrü 1478-90-cı illər Şirvanşahlarla müttəfiqlik, qohumluq əlaqəsi var. Paytaxt köçürməyib, Teymurlərlə mübarizəsi yoxdur. Osmanlı dövləti ilə Həsəndən fərqli olaraq daim dostluq əlaqələri saxlayır. 1-4 cavabları olurdu. 49-cu salda Azərbaycan Respublikasının üzv olduğu təşkilatlar. NATO-nun üzvü deyil Azərbaycan, ATƏM-in üzvüdür. 92-dən etibarən BMT-nin üzvü 93 yox, 92 olmalı idi. Avropa Şurası doğrudur. 2-4. Fransada qəbul olunmuş İnsan və Vətəndaş Hüquqları bəyannaməsinə aid deyil və qeyd edeyim ki, hansı ki, abituriyentlər, yəni Dövlət İmtahan Mərkəzinin həyata keçirdiyi qəbul imtahanları proqramına Fransanın deməli inqilab dövrü daxil deyil. Lakin əziz həmkarlar, müəllim yoldaşlar mütləq Fransa mövzusu ilə də bağlı məlumatlı olmalıdırlar ki, imtahanda əgər bu mövzu ilə bağlı bir sual düşərsə, biz onu düzgün cavablandıra bilək. Deməli, Fransada İnsan və Vətəndaş Hüquqları bəyannaməsi ilə bağlı yanlış fikri seçirik. Ən sondan başlayaq. İnsanın azad və bərabər hüquqlu doğulmasının qəbul olunması. Bu doğru fikirdir. Hakimiyyətin yeganə mənbəyinin xalq hesab olunması doğru fikirdir. Vətəndaşlara söz, mətbuat, vicdan azadlığının verilməsi doğru fikirdir. Həmçinin burada qeyd edelim ki, qanunsuz həbslər qadağan olunmuşdu. İnsanların fikirlərini azad şəkildə bildirməsi onların ən qiymətli hüquqlarından biri idi. Xalqın suverenliyi var idi və digər məsələlər ABŞ-nin istiqlaliyyət bəyannaməsi əsasında
hazırlanması. Bəli, doğrudur, çünki ABŞ-də İstiqlaliyyət bəyannaməsi 1776-da, Fransada isə İnsan Vətəndaşlıq Hüquqları haqqında bəyannamə 1789-da qəbul olunmuşdu. Yəni B də doğrudur. Lakin ölkənin siyasi quruluşunun konstitusiyalı monarxiya olması fikri yanlışdır. Belə ki, Fransa tarixində ilk konstitusiya 1791-də qəbul olunubdur və konstitusiyalı monarxiya dövrü də 1791-dən etibarən başlayıbdır. Yəni bu bəyannaməyə aid yanlış fikir ilk işarə olunan deyək ki, A bəndi olurdu. Belə sualların izahı ilə burada tanış olduq. Ümumilikdə sınağın səviyyəsi o qədər də asan deyildi. Çətin, düşündürücü sual tipləri var idi. Ümid eləyək ki, sertifikasiya imtahanında tarix fənni üzrə suallar bizə sınavda təqdim olunan suallardan daha asan səviyyəli olar. Hər bir halda öz üzərində çalışan, testlər üzərində işləyən müəllimlər üçün istər bu sınav olsun, istər imtahanda bu səviyyəli düşəcək suallar olsun. Hətta bundan bir qədər biz pis tərəfini düşünməyək, amma hər bir ehtimalı dəyərləndirib deyək, bundan bir qədər çətin olarsa belə imtahan sualları mən düşünürəm ki, orada həmkarlarımızın hər biri çox yaxşı nəticə əldə edə bilərlər. Bizim ümidimiz, istəyimiz bu yöndədir. Hər bir halda video vasitəsilə çox fikir bildirməyimiz, rəylərimizi paylaşmağımız bir o qədər də düzgün deyil deyə düşünürəm. Ümid eləyək və inanaq ki, Təhsil Nazirliyi əziyyət çəkən, öz üzərində çalışan bütün müəllimlərin bilik səviyyəsinə uyğun imtahan sualları tərtib edərlər və imtahanda iştirak edən bütün həmkarlarımız bir daha qeyd elədiyim kimi istədikləri, biliklərinə layiq olduğu səviyyədə sınanarlar və imtahandan uğurlu nəticələrlə ayrılmış olarlar. Hər bir halda qarşıdakı imtahanda hər birinizə bir daha uğurlar arzu edirəm. Suallarınızı, rəylərinizi, fikirlərinizi şərhdə qeyd edə bilərsiniz. Video müddəti ərzində hansı məlumatı düzgün ötürə bilməmişəmsə, əfv ola, üzrlü hesab edəsiniz. Əgər onunla da bağlı bir məsələ varsa, yenə şərh bölümündə bildirə bilərsiniz. Vaxt ayırıb izlədiyiniz, dinlədiyiniz üçün təşəkkür edirəm. Kontenti bəyəndinizsə, videonu bəyənib kanala abunə olmağı unutmayın, əziz tarix sevərlər. Sağ olun, salamat qalın.